Salam, mən həkim infeksionist Calalova Minə. Bugün sizə infeksion xəstəliklərdən qorunma haqqında məlumat verəcəm. İnfeksion xəstəliklərdən qorunmanın müxtəlif yolları vardır. Bunlardan ilk növbədə vaksinasiyadır. Uşaqlıq dövründə aparılan profilaktik peyvəndlər və yetişkin dövründə peyvəndlərin davam etdirilməsi infeksion xəstəliklərdən qorunmağa kömək edir. İnfeksion xəstəliklərdən qorunmanın ikinci yolu isə gigiyena qaydalarına əməl olunmasıdır. Təmiz olmayan dəri mikroorqanizmlərin çoxalmasına şərait yaradır. Əllərin 20-30 saniyə müddətində su və sabunla yuyulması mikroorqanizmlərin məhv olmasına gətirib çıxarır. Bu isə öz növbəsində dəri və hava damcı yolu ilə yoluxan infeksiyalardan qorunmağa kömək edir. Üçüncüsü isə maska istifadəsidir. Maskalardan düzgün istifadə etmək tənəffüs yolu ilə yoluxan infeksiyalardan qorunmağa kömək edir. Tənəffüs yolu ilə yoluxan infeksiyalardan qorunmaq isə insanlar arasında yoluxmanın qarşısını alır. Növbəti qorunma yoluna isə səyahət öncəsi peyvəndləmə daxildir. Səyahət ediləcək ölkəyə səyahət etmədən ən azı 15 gün öncədən peyvəndləmə etmək lazımdır. Bu isə həmin ölkədə olan infeksiyalardan qorunmağa kömək edir. İnfeksion xəstəliklərdən qorunmanın ən son yolu isə sağlam qidalanmadır. Sağlam qidalarla qəbul etdiyimiz proteinlər orqanizmimizdə mikroorqanizmlərə qarşı baryer funksiyası yerinə yetirir. Bol miqdarda qəbul etdiyimiz proteinlər orqanizmimizi xəstəliklərdən qoruyaraq orqanizmi müdafiə edir və xəstəliklərə qarşı mübarizə aparmasına kömək edir.